Salam uşaqlar, necəsiz? Demək, güvənin axırıncı sınağını müzakirə edəcəyik. Başlayaq. Renk qırmızını seçək. Kim necə yazıbdır? İstəsəniz şərh bölməsində yaza bilərsiniz və yaxud hansı sual tiplərində çətinlik çəkirsinizsə, ona nəzərən növbəti videonu çəkə bilərəm. Baxaq, ümumi həcmin diskdə tutduğu həcmə görə arasındakı fərqi istəyir də bizdən. Ümumi həcm rahatdır. Yəni fayllarımız 5, 13, 25 və 34 kilobaytdır. Bunları toplasaq, cəmi eləyəcək nə qədər? 18, 33, 77 kilobayt. Bir də diskdə tutduğu həcmlər. 5 kilobaytın diskdə tutduğu həcm bizdə olacaq 8 kilobayt. 13 kilobaytın tutduğu bizdə olacaq 16 kilobayt. Yanına yazmıram. 25 bizdə olacaq, deməli 3 dəfə 8 24, 4 dəfə 8 32 və 40 kilobayt. Hə? Burada oldu nə qədər? 32 8 40 96. 96 kilobayt. Bunların arasındakı fərq nə qədərdir? 6, 7, 9, 10, 9 kilobayt aralarında fərq var. Baxın, düsturumuz rahatdır. Yəni ki, faylın həcmi, diskdəki həcmin düsturunu deyirəm. Faylın həcmi bölünsün, klasterin həcmi bərabərdir klasterin sayına. Və klasterin sayı vurulsun, klasterin həcmi bərabərdir diskdə tutulan həcmdir. Baxın, faylın həcmini bizə birim verib 5. Klasterin həcmi də 8 idi. 5-i 8-ə böləndə 0 tam nə qədər şeydir? Bizə tam ədəd lazımdır. Yəni 1 kimi götürürük onu. 2 tam nə qədərsə olsaydı 3 kimi götürərdik. İndi bu 1-i vururuq 8-ə. Eyni düsturu tətbiq edib. Bu klaster sayı oldu da bizdə. Klaster sayı. 1 də 8-ə vururuq 8. Aydın oldu, yəni bu 8-i ardından tapdıq. Və yaxud 13-ü necə hesabladıq? 13-dür, 13-ü böldük 8-ə. 1 tam nə qədərsə edir, biz bunu 2 götürürük. Hə? Yuvarlaşdırıb 2 götürürük. Diskdəki həcmdə 2-ni vururuq 8-ə, 16 və s. Hamısını izah eləməyəcəm. Özünüz də işləyin. Nə qədər praktika, o qədər yüksək nəticə. Sonra, bu da rahat sualdır. Əslində 11-ləri görəndə sevindiyi, bəzi onların deyək də indi. Görəndə otaq vaxt səhv elədiyi çox nümunəsidir. Baxın, 512-ni yaza bilərik 2 üstü 9. 2 üstü 7 budur. Nə edirəm? Bütün 2-nin qüvvət şəklində yazıram. 2 üstü 6, 2 üstü 5, 2 üstü 4, 2 üstü 2, 2 üstü 1, 2 üstü 0 bizdə 1 idi. Amma bu bir cür artıqlıq elədi də bizdə. Bunu saxlayaq hələ ki olduğu kimi üstəgəl bir şəklində saxlayaq. Bir də yuxarısını silim. Deməli. Baxın uşaqlar. Bizdə indi bu açılışa görə bunu ikili say sistemində yazsaq necə olacaq? Demək, hansı ki qüvvəti var idi? Məsələn, 9-cu qüvvət var? Var. Varsa 1 yazırıq. 8-ci qüvvət var? Yoxdur. 0. Olmayanlara 0. İndi 7 var, 6 var, 5 var, 4 var, 3 yoxdur, 2 var, 1 var, 0 var. Bu ikili say sistemində oldu. Bunu deyib 16-lıq say sistemində görəcək. 16-lıq say sisteminə keçirdəndə 4-4 bölürük də biz bunu. 1, 2, 3 və 4 və 4. Bu oldu, üstün nömrəli idi. 1, 2, 4. Bu oldu, bax burada 7. Hamısı var. F. Bu da 2. Bura qədər oldu mu bizdə? Bax, bu hissəyə qədər, bax, bura qədər olan hamısı 2, F, 7. 16-lıqda. Cəm bu oldu. Əlavə də üstünə bir dənə 1 gəldirəm. 1-i çevirməyə ehtiyac yoxdur. Biz bütün say sistemlərində 1 deyən mövqeyi də dəyərdə dəyişmir. 7 plus 1, 8, 2F-də olduğu kimi A variantı. Sonra operativ yaddaş, bir də xarici yaddaş. Yəni aralarındakı fərqi soruşur. Amma dəfə ilə soruşur da bunu.
Xarici yaddaş deyirsə, əzizini görürsə tərəddüdsüz yazır. 512, yəni 209 50-ci öyrəşdiyin qüvvətlərlə işləməyə. Sonra daxili yaddaş, yəni operativ RAM-dır da bizdə. Hələ deyil. Müvəqqəti yaddaş, operativ yaddaş. Bunlar hamısı eyni mənadır. Bunu da biz DDR slotuna görə tapırıq. Bu da bizdə 32 GB-dır. Bu da 204 qədər, yəni 16 qədər fərqləndi. Sonra baxaq, deyir ki, Kamran sözünə ardıcıl bu əməliyyatlar tətbiq olunubdur və nəticəni soruşur bizdən. Baxın, sözün üzərinə tətbiq olunur. Bax, yanına demir kursa gəlib burada yanında tətbiq olunur. Yox, Kamran sözünün üzərinə, bax, bunun üzərinə tətbiq olunur. Belə çıxır ki, sözdə bir dəyişiklik olmur, artım yoxdur. Ancaq formatlana bilər. Yəni, Ctrl-B qalın eləyəcək mütləq şəkildə və altından xətt çəkəcək. Bu qalın eləməyibdir. Bu 2 dənə yazıbdır ki, halbuki sözün üzərinə eləyir bunu. Əyri kursiv i yoxdur axı. Buna qaldı A. Burada altından xətt çəkilməyibdir. Əməliyyat sistemləri. Təbii ki, bu rəngini dəyişək. Auramızı yüksək tuturuq. Qaralardan qaçırıq. Deməli, Linux-dursa əməliyyat sistemi mütləq şəkildə bunu götürəcək, Unix-i götürəcək, Windows götürüləcək, Word tətbiqi proqramdır, MS-DOS götürüləcək və iOS götürüləcək. 1, 2, 3, 4 və 5. Düz saydım. 5 dənə. Sonra ASCII standartında kodlaşdırılan 512 səhifəlik mətn faylının hər sətrində, baxın, ümumi sətirdən getmir ha söhbət. Hər sətrində 128 simvol var. Faylın həcminin 128 kilobayt olduğu məlumdursa, sətr hesabı. Düsturumuz necə idi? Kod vurulsun, simvol sayı vurulsun, sətir vurulsun, səhifə. Bərabərdir həcm. Belə idi də düsturumuz. Kod bizdə ASCII ola bilər, Unicode ola bilər, RGB ola bilər, rəngçaları, rənglərini və s. İndi kod bizdə ASCII verib. Yəni 1 bayt vurulsun, 209 səhifə sayı, 207 simvol 1 sətirdə. 207 və x sayda sətri var. 207 vurulsun, 210 qədər də həcmi var. 210 nəyə görə yazdım? Bizim sol tərəfimiz baytdan daxil, bu da kilobaytdır. Kilobaytdan baytı da 210-a vurursan. Bu da elədir, 217, 16. X2 oldu. Bir sətr 2-dir. Amma bizə 512 səhifədən gedir söhbət. Ona görə əlavə də bu 2 üstündə 9-u, yəni 512-ni də vururuq 2-yə. Bu da elədir 1024. B variantı. Daha sonra 8-li say sistemin ən böyük rəqəmləri fərqli, 2 rəqəmlidir. Yəni 8-li say sistemində 76-dır da. 76 8-likdədir. Bunu 16-lıq deyilsə biz birinci 2-liyə keçirtməliyik, sonra 16-lığa. Bunu 2-liyə keçirdəndə nə olacaq? 3 dənə 1, 2 dənə 1, 0. Yəni bilməyən inanmıram olmasın, yəni bu vaxta qədər. Neynəmsiz, yəni hələ say sistemini keçirə bilmirsə. 1, 2, 4 buna əsasən. 3 dənə 1, 1, 1, 0. Demək neyiniyə? 4 dənə hissəyə bölürdü 16-ya görə. 1, 2, 3, 4. 2, 4, 8. Deməli, 2, 4, 8. 12, 14. 14 bizdə 7, bu da 3-dür. 16-lıq say sistemində ifadə 3-yə. Lampa deyir 5 fərqli. Bu tipli suallar uşaqlar əzbər bilməlisiniz də. Yəni 4 olacaq da. Yəni 5 üstündə neçə 300-ü içinə alar? Yəni elə bir qüvvət olmalıdır ki, 300-ü içinə alsın. 625 olar da. Çünki 625-dən əvvəl 125 var qüvvətlərində. 125 5-in kubudur. 625-də 5 üstündə 4-dür. 125 300-dən balacadır. Axı biz bunu götürə bilmərik. 5 üstü 4 qüvvəti lazımdır. 4. Sonra siz sevirsiniz bu tip sualları.
Mən heç sevmirəm. Deməli, baxaq görək burada nə edək. Cədvəl üsulu da bunun da ən rahat yolu. Adları başlıq hərfi ilə yazacağam. Ömər, İsmail, Nicar, Aysu. Peşələr bizdə necədir? Müəllimdir, satıcıdır, həkimdir və sürücüdür. Bu şəhərləri qeyd eləyərik də ayrıca. Xana açmayaq bura ya da sütun açmayaq bura. Deməli, nə edəcəyik? Baxın, nə deyir? Ömərlə İsmail B və D şəhərlərində işləmir. Ömərlə, bunu başqa rəng yazaq. Ömərlə İsmail B ilə D-də işləmirsə, belə çıxır ki, Ömərlə İsmail ya A-dır, ya C-dir. Bu, Nigarla Aysu da ya B-dir, ya da D-dir. Və Ömərlə İsmail B-D-də işləmir. Onların Ömər, İsmail B-də işləmir və onların heç biri nə yazıb? Hər biri 4-də nə idi? Nədə həkim və satıcı deyil. Aha, və onlar həkim və satıcı deyil. Ömərlə İsmail B və D şəhərlərində işləmir və onlar həkim və satıcı deyil. Ömərə həkim deyil, satıcı deyil. İsmail da nə həkimdir, nə də satıcıdır. Elə deyil, bunlar getdi. C şəhərində işləyən müəllimdir. C şəhərində işləyən müəllimdirsə, deməli, C şəhərində işləyən müəllimdir. Onda belə çıxır ki, Nicarla bu Aysu da müəllim deyil. Aydındır? Yəni C şəhərində işləyən müəllimdir. Bu ikisindən biri olmalıdır müəllim. Aysu D şəhərində işləyir. Aysu D şəhərində işləyir. Aha, buranı biraz sadələşdirək. Aysu D-dirsə, Aysu D şəhərində işləyirsə, bu avtomatik B şəhərində işləyəcək. Sonra Nicar nə satıcı, nə də sürücüdür. Nicar nə satıcı, nə də sürücüdür. Nə satıcı, nə də sürücüdür. Onda Nicar həkimdir. Nicar həkimdirsə, bu ola bilməz də, yəni həkim. Bu çıxdı. Sonra nəyi tapa bilərik buradan? İsmailin sürücülük vəsiqəsi yoxdur. İsmail sürücü deyil. İsmail sürücü deyilsə, İsmail müəllimdir. İsmail müəllimdirsə, onda bu çıxdı. İsmail müəllimdirsə, onda İsmail C şəhərdir, Ömər A şəhəridir. Bizə də A-dan soruşur, A-da sürücüdür. Ömər sürücü qalır. Belə. Sonra görək növbəti nə var? Burada B variantı oldu. Burada RGB standartından 200 rəng çalarına endirilibdir deyil. Baxın, mən yerləşəcək bura. Bax, RGB 24 bitdir də. 24 bit olanda həcmi V olubdur. 200 rəng çaları da 256, yəni 2 üstündə 8-dir. 8 bitini götürdük. 8 bitə düşəndə olubdur 2 üstündə bunu da bitə çevirsək, 2 üstü 4, 2 üstü 13. 2 üstündə 17 kilobayt azalıbdır. Yəni V çıxılsın 2 üstündə 17. V çıxılsın 2 üstü 17. Yəni bu azalıbdır. Aydın olur. Onu deyə bilərikmi ki, bunların elə çarpaz vurulsa və ya ixtisar eləsək, burada qalır 3. Bu oldu onda 3V çıxılsın 3 vur 2 üstü 17 bərabərdir V. Yəni 2V bərabərdir 3 vur 2 üstü 17. V də bərabərdir 3 vur 2 üstü 16-ya. 3 vur 2 üstü 16. Bura qədər aydındır. Bizə nə cavabı kilobaytla istəyir? 2 üstü 16-nı da, yəni bu tapdığımız 3 vurulsun 2 üstü 16 bitlə daxı.
Biz burada tənasübümüzü bitə görə qurmuşuq. Bir də bunu əlavə bölməliyik. 2 üstündə 13 ki, kilobayta keçsin. Bunlar ixtisar oldu. Qaldı 2 üstü 3. Yəni 8. 8 vur 3, 24. Burada da baxırıq ki, imtahan qovluğunun daxilində yerləşən blok. Baxın, imtahanın daxilində yerləşir blok. Yəni 2-1 ardıcıllığı qorunmalıdır. Və dropla 2, 6, 1. 2, 6, 1. Bu B çıxır. 2, 6, 1. 2, 6, 1. Və deməli, 3, 6 ilə başlayır. 3, 6. D-ni da çıxdıq. Burada bu faylın uzantısı ilə adının arasına da bu drop işarəsi qoyub. Amma bizdə elə deyil. Yəni ki, məsələn, tutaq sınaq.jpg-dir və ya blog.jpg-dirsə, bu yəni belə yazılır da. Blog. Belə yazılır. Yoxsa da bu işarə yoxdur aralarında. Ona görə bu da çıxdı. Burada da 3, 6, 2, 6 deməli 1. Burada 6 olmalıdır əlavə. Burada bu yoxdur. Qaldı C variantı. Bunu da deyir ki, byte-la hesablayın. Baxın, byte-la hesablayırıqsa, kiçikdən böyüyə gedəndə bölünəcək. 1536-nı 8-ə böləndə eləyəcək. Nə qədər? 16-nı deməli 1, 192 bu elədi. 64 də budur. Bu ikisi elədi 8, 15, 258. Bu 258-in də üstünə bu da 1024 baytdır da. Deməli 1024 üstə gələk 258. Bu nə qədər elədi? 4, 8, 12, 1 yadda, 8, 2, 1. 1282. Düz hesapladım. 1536-nı deməli, neyini yedik? 2 üstə gəldi, 256-ya uşaqlar. 258 yazmışam. 4, 6, 10. 1280. Sonra baxıram bu da. Hara köçürmək olmaz. Bu OTK-da da var idi bu tipli bir sual. Yəni, məqsəd odur ki, A sütunundan əvvələ keçməsin, sətirdə birdən düşməsində sıfıra mənfiyə. Çünki ola bilməz axı. Bax, fikir ver. Elə mən bura baxan kimi görürəm ki, bax, C4-dən köçürəcəyik də. C4-dən A-ya sən köçsən, A-ya köçürsən. B və A. 2 dənə üstün düşürsən qabağa. 2 üstün düşsə, sən burada nəticə nə olacaq? A-dan əvvələ keçir. Ona görə Y variantı gələcək. Bunların hamısı doğru olacaq. Bax, yoxlasa C4-dən B3-ə keçsə, bir dənə sütun, bir dənə sətir azalır. Bir dənə sütun azalsa A5, C2, C1. Hamısı uyğun gələcək. Yəni, sadəcə məqsəd odur ki, A sütunundan əvvələ keçməsin, sətirdə də birdən aşağı düşməsin. Birinci seçilibdir. Yəni, Ctrl A olmalıdır. Bu çıxdı. Ctrl A. Sola düzləndirmə. Ctrl L. Yəni, yeni də çıxdıq. Qaldı 3 variant. Sonra qalın altdan xət. Ctrl U olmalıdır. Bu C-ni də çıxıram. Burada mərkəzi ən sonunda düzləşdiribdir. Ctrl Y. Ctrl Y mərkəzdir. Daha sonra yönləndirilmiş qrafın qonşuluq matrisi aşağıda kimidir. Matrisə əsasən A məntəqəsinə, Y məntəqəsinə. Rahatdır. Ya baxaq. Demək, nə edirik? Birinci şəklini çəkək. Buradan götürək. Deməli, A-dan B-yə yol var. A-dan D-yə yol var. A-dan Y-yə yol var. B-dən C-yə yol var. B-dən C-yə yol var. B-dən D-yə yol var. B-dən, yoxdur başqa. C-dən Y-yə yol var. Sonra D-dən
C-yə yol var. D-dən C-yə yol var. D-dən Y-yə yol var. Sonra Y-dən də heç birinə yoxdur. İndi bildiyimiz kimi üstün nömrələyirik. A-dan B-yə, D-yə, Y-yə. Birdən gəlir. B-yə bir giriş var. Birdən çıxmalıdır. Y-yə bir giriş var. Nəsə bu qalır. D-yə iki giriş var. 2 ilə çıxacaq. 2 ilə çıxacaq. C-yə 3, C3 ilə 3, 4, 5, 6. Bir dənə şəkli çəkirsəniz, rahat tapa bilərsiniz. Burada da oldu 6. Sonra bu tipli də nə edirik? Baxın, kvadrat təmniyə gələ bilər 3 dənəsi varsa. Bunu başqa necə daha tez rahat tapa bilərsiniz? Bax, buranı birinci onluğa keçirdin. 0, 1, 2. Bölədi. 1 vur 9-un kvadratı. 81. Üstə gəl. 6, 9, 54, 60. Bu da elədi. 1, 8, 10, 14, 141. Baxın, yəni 123, üstə gəl 135, alınıbdı 141. Elə deyil. İndi biz bilirik ki, hansısa say sistemində bunu həll edəndə 3 üstə gəl 5, 8-dir. Demək bu 8 həmin say sistemində yoxdur ki, biz bunu çıxmışıq. Hansı say sistemi olur? 8-dən neçəni çıxsan 1 qalar, 7. Sonra faylın adı ola bilər. 2 nöqtə yoxdur, dırnaq yoxdur, böyük kiçik yoxdur, sual ulduz yoxdur, Y variantı. Sıçan və klaviat VC, 1 VC yanlış görüntü, 1C deməli 1C, ACMI 2B, 1C 2B, 1C 2B, B variantı. Sonra aktual informasiya, aktual deyilsə zaman qavramı olmalıdır da. İkili say sistemində ən böyük 10 rəqəmli ədəd, yəni 2 üstündə 10 çıxılsın 1, 8-lik say sistemində ifadə edilsə bərabərdir. Bu 2 üstündə 3-ün üstü 3 vurulsun 2-dir də. Yəni 8-in kubu vurulsun 2, çıxılsın 1-dir məntiq. Onda bu belə olur da 2, arxasınca 3 dənə 0, çıx 1. Burada da nə qalır? 8-likdədir də bu. 8 çıx 1, 7, 7, 7, bir dənə 1 qalmışdı. 1 GB-ın 4-də 3, yarısının deməli 1 GB nə qədərdir? GB-dan keçirik megabitə. Yəni 1-dən gedir. GB-dan megaya 210-a vurulur. Baytdan da bitə 3-ə vurulur. Yəni 213, onun da yarısı 2-yə bölmüşüdür də. Yəni 2 üstündə 12. İndi 2 üstündə 12-nin 4-də 3 hissəsini tapırıq. Bu 2 üstü 2-dir. Bundan getdi, qaldı 2 üstü 10. Yəni 1024 vurulsun 3. 3072. Rəqəmlərə baxın, görün nə qəşəkdir. 12, 10 da 5, yarı, 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 yarı. A1 vur 4, yəni 8 plus 7, bu oldu 15. Bura x yazsaq, bura olacaq 5x. Hətta baxın, gəlin elə bura 15-dirsə, əgər saat əqrəbinə görə getsək, bura 15-dirsə, bura 15-dir, burada 5x, sonra bu hissəsinə yazılacaq. Bura bu hissə, D2 də bu hissəyə yazılacaqsa, bu ayrılan bu iki hissə bir-birinə bərabərdir. Yəni 15 ilə 5x bərabərdirsə, yəni 5x bərabərdir 15-dirsə, x də bərabərdir 3-dür. 83-də nə deyir? Aşağıda verilmiş diapazonda xanaların sayının artma istiqaməti. Xananı tapmaq üçün sətri sütuna vururuq. Sütunu tapanda sayırıq. Məsələn, birincidə sütun A, B, C. 3 dənə sütunu var. Sətr tapanda 4 çıxılsın 3, üstə gəl 1, yəni 2. Böyle də 6 dənə. İkincidə B, C, D. 3 dənə sütunu var. 9 çıx 2, 7, üstünə 1 gəlirik, 8, 24. Üçüncüsü A, B, C, D. 4 dənə sütunu var. 2 çıx 1, üstə gəl 1. 2 dənə də sətri var. 8. C, D, Y. 3 dənə də burada. Bir dənə də nə var burada? Sətri var 3. Artma sırası deyil. Demək 3 xana burada. 6, 24, 8. Azalmasını 4'dür, 1'dir, 3'dür, 2'dir. Elə deyil. Yəni bu indeks bunlara görə sayırıq da. Sonra müxtəlif yolların sayını hesabla.
Onu biraz balacalaşdırıb nazikləşdirək. Hə. Bax, A-dan çıxdı 1, 1, 1. B-yə bir giriş var. 1, 1. C-yə də 1, 1, 3, 3, 3. 4 demək. F-də 4-dür, bu da 4-dür. Bu da 4-dür. 3, 4, 7-dir. 7, 10, 11'dir. 11 bura gəlir. 7 bura gəlir. 18, 22. Sonra nə deyir? Faylın uzantısı hansı qrafik fayla aid deyil? Aydın məsələdir. Text mətn faylıdır. 1-dir. MP3 səs faylıdır. Zip də arxiv faylıdır. 1, 4, 5. Sonra uyğunluğu, bu mətn, təsvir. Okay, mətni ayrı tapacağıq. Təsviri ayrı tapacağıq. Sonra bunları cəmləyəcəyik də, bilirik bunları. Bir də fikir verin. Demir ha, məsələn, səhifə ayrıldı, məsələn, bu qədəri mətnindir, digərləri təsvirindir və yaxud bir başqa şərt demir bizə. Hər səhifəsinə tətbiq olunur. Yəni 14 səhifə var. Unicode-da hesablanıbdır. 1024 simvolu var. Bu mətnindir. Və kilobaytla istəyir deyə, bu baytlandır da cavab sol tərəf. Biz bunu kilobayta çevirmək üçün 2/10-a da bölməliyik. Bunlar ixtisar getdi. Qaldı 28. Keçirik digərini hesablamağa. 28 kilobayt. Yenə 14 səhifənin hər biri 3 baytla kodlaşır və 2/7, 2/7, 2/14 qədər də nə var burada? Təsvir. Bunu da 2/10-a bölməliyik də kilobayta çeviririk. 2/10-a böləndə 2/4, 16 qaldı. 16 vur 3, 48 vur 14. 48-i də 14-ə vuranda neçə eləyəcək? Mən videonu ən qısa vaxtda qurtarmalıyam. Ona görə bunu hesablayıram. 672. Hanı mənim PDF-im? 672 də bu elədir. Sonra da bunları cəmləyəcək. 672 ilə də 28 bizdə eləyəcək nə qədər? 700. Bu da rahat bir sual idi. Xarici yaddaşı bayaqdan 2 dənə buna aid bir şey sualımız var idi. Xarici yaddaş biri B idi, biri D oldu. Daxili yaddaş hanı? C-dir. Portlar da D-və aynə USB-dir. A və Y-dir. Sonra baxın, nəbadə. Baxın, nəbadə. Variant yoxdur. Sonunda 8-dəyə çevirməliyik. Sıfırlarla birlərin arasında nə qədər fərqli sual oldu. Demək, A təpəsi, B təpəsi, C təpəsi, D təpəsi, Y, F, C və H. İndi qulaq asın. Rəngi dəyişim, gözümüz ağrımasın. Olsun gök. Baxın. Gözünüzün qabağına bir cədvəl formalaşdırın. Məsələn, A, B, C qonşuluq matrisini quranda. Tutaq ki, birdən yol var idisə, digərlərinə 0 gedir. İndi A təpəsinin qabağında bir dənə yol varsa, digərləri 0 olacaq. Yəni, bir dənə birimiz var. Bir dənə birimiz var. Neçə dənə təpə var idi? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə təpə var. Deməli, 8 təpə var. Bir dənə 1 varsa, 7 dənə 0 var. B-dən baxıram, 1, 2, 3. 3 dənə 1 var. 8 təpə varsa, 5 dənə də 0 var. C-yə baxıram. C-dən 1, 2, 3, 4 dənə. 4 dənə 1 var, 4 dənə 0 var. D-yə baxıram. 1, 2, 3. 3 dənə 1 var, 5 dənə 0 var. Y-dən 1, 2, 3, 4, 5 dənə. 3 dənə də 0 qalır. F-də F anı 1, 2 dənə burada, 6 dənə də 0 var. C-də 1, 2, 3, 5. H-da da bir dənə 1 var, 7 dənə 0 var. İndi fərqlərini istəyir. Bunlar sıfırların sayıdır da bizdə. Sıfırların sayı, bu da birlərin sayıydı. Elə deyil, birlərin. Sıfırların sayı 7, 5, 12, 16, 21, 24, 30, 35, 42. 42 dənə 0 var. 1, 3, 4, 8, 9, 10, 11, 16, 18, 19, 22.
20 dənə fərqi oldu. Amma bizdən 20-ni görüb yazmayın bura. Bizə 8-lik say sistemində istəyir. 20 onluqdadır. Onluqdan da 8-ə keçirəndə nə edirik? Bunu bölürük də. 2 dəfə 8 16 4. Axırdan əvvələ. Yəni 24. 89-da elektron cədvəl fraqmentinə əsasən D3 xanasının qiymətini müəyyən edin. Baxın, D1 bizdə nəyə bərabərdir? D1 bizdə nəyə bərabərdir? A1 ilə B2, A1-dən B2, yəni A1, A2, B1, B2, 1, 5, 6, 7, 8, 9, 10, 11. Bu oldu 11. Düz hesablayıram. 1, 5, 6, 7, 8, 9, 10, 11. Aha. B2-dən C3-ə qədər, yəni B2, B3, C2, C3. 2, 4, 6, 9, 10, 11 də budur. Bura oldu 22. D2-yə baxıram. A1, A3 diapazon deyil. A1 bizdə 1-dir, C3 də 3-dür. Bura oldu 4. Üstə gələk. B1-dən B3, yəni B1, B2, B1, B2, B3 hamısı 4, 7, 9 da budur. 9, 4 bu da elədi 13. D1 ilə D2-də cəmlə deyirdi. Yəni bunların da cəmi bizdə verəcək 35. Deməli, bu da belə. Yekunlaşırıq da deyəsən. 35 də bu elədim. Sonra nə edirik? Hə. Baxırıq bura. 90-da da. Nə deyir bizdə? B2 xanasına hansı düstur yazılsa, B2, aha. Baxın uşaqlar. Fikir ver. Ona vurulub da, bax bunların hamısı ona vurularaq da ardıcıl olaraq yazılıb bura. Onda necə yazarıq? Düsturumuz necə olar? Bax B2 xanasına B2 bərabərdir. Nə deyirik burada? Bax A sütunu dəyişir. Yox, bizdəki bu sətirlər vurulur da həmişə. Elə deyil. Daha doğrusu A sütunundakılar vurulur da. Onda yazaram ki, dollar A neçədən başlayır? 2-dən başlayır. 2. 2-nin qabağına dollar yazmaram da. Çünki bunlar artanacaq. Yəni buradakı 2, 3, 5-ə qədər olan hissə gedəcək də yəni. Sonra bu və vurulsun. Nəyə? Hardan başlayacaq vurmağa? Bax burada. Birinci sətirdəkilər. Bu da olacaq B dollar 1. Belə. Rahat sual idi. Heç bir problem yoxdur yəqin ki, gözümdən qaçan bir şey olsa rəy bölməsində deyə bilərsiniz.